Hə, Word. Dərsini göndərmişdim hə, Word-ün sizə. Bəli. Tamam, bəs videolarını atmışdım qrupa. Həmin günün videosunu atmışdınız istəyirəm. Bəs şeyin ümumi videoları, digər kitabların. Tamam, yaxşı. Gəlin onda digər kitabları keçək. Ekran görməyən var, görməyən desin yalnız ki, görmürəm. Hə, hamı görür ekranı. Deməli, mənimlər, Word proqramında biz Home tab vərəqini keçmişdik. İndi Insert tab vərəqindəyik. Yoxsa Insert-i keçdik? Insert keçmişdik, yoxsa yox? Buran keçmişdik mənimlər. Müəllimlər, səsim gəlirsə. Mən səsim getmir. Bir dəqiqə. Səsim gəlir müəllimlər sizə. İndi gəlir müəllim, bayaq səhv. Hə. Tamam. İndi yaxşı eşidirsə? Bəli, yaxşı. Hə. Biz insert tabını keçmişdik keçənlər sizlə. Buranı. Hə. Tamam. Əla. Müəllimlər, deməli bu tab vərəqdə normalda bu yenidirəm. Məndə yeni Word-dür. Köhnə Word-lərdə burada page layout yazılır. İndi bunun adını dəyişib eliblər. Design və layout. Yəni əvvəl design ilə layout ikisi bir yerdə idi. Adı page layout idi. İndi artıq nə ediblər? Ayrı-ayrı tab vərəqlərə bölüblər. Design ayrı, layout ayrı. Deməli, elə bilin ki, siz ikisi bir yerdə page layout adlanır. Yəni ümumi bir ad təyin etsək, ikisi bir yerdə page layout deyiləcək buna. Page layout tab vərəqi əsasən səhifənin tərtibatı, səhifənin dizaynını qurmaq üçün istifadə edirik. Burada bax bu hissədə themes deyə bir şey var. Ümumi sənədin bütün temasını dəyişir. Bax məsəl üçün gəlin bir dənə sənəd açım mən burada. Bir dəqiqə indi açıram. Deməli. Məsələn elə bu olsun. Aha. Deyək ki, belə bir sənədim var və mən bunu gəlirəm dizaynla, yəni page layoutdan tərtibatını dəyişirəm. Sənədin ümumi bütün şriftləri, şriftlərin rəngi, başlıqların rəngi, hər bir şey eyni anda dəyişir. Fikir verirsiniz? Şriftin tipinə qədər dəyişir. Buradan rənglər təyin etmək istəyirəmsə, bu rənglərdən istifadə edə bilirəm. Buradan şriftləri dəyişə bilirəm. Elə bilin ki, Home tabına bax, burada biz formatlama edirdik ya. Onun hamısı bax elə ki, bunun içindədir, hazır versiyada. Şriftin tipi də, ölçüsü də, hər bir şey. Rəngi də ayrıca buradan dəyişirik. Şriftin tipini ayrıca buradan dəyişirik. Necə ki, Home-da şriftin tipini dəyişirik. Times New Roman falan burada da var. Bu nədir? Paragraph spacing, sətirlər arası məsafə. O bax, Home-da da var idi. Sətirlər arası məsafə, burada da var, sətirlər arası məsafə. Set as default-a vuranda, burada etdiyimiz dəyişikliyi standarta görə təyin edir. Sonra, watermark nədir? Bax, burada belə bir alət var. Baxın. Watermark aləti. Watermark nədir? Sənədin arxa fonuna yazı yazır. Məsəl üçün, öz adımı yazıram ki, bu sənədi kimsə kopyalasa və ya şəklini hardasa paylaşsa, müəllif hüququ pozulmasın. Bilinsin ki, mənim videomdur. Onun üçün watermark açırıq. Deyirik custom watermark. Və deyirəm text watermark. Burada mətin silib yazıram Orxan Məmmədov. Şriftin tipini təyin edirəm, ölçüsünü təyin edirəm, buradan da rəngini. Deyək qırmızı rəng olsun. Diagonal belə yazacaq, yəni künclərdən, horizontal ortadan. Məsələn, deyirəm diagonalla yazılsın. Artıq bütün sənədlərimin səhifəsi, fikir verin, nə qədər səhifə açıramsa açım, hamısında Orxan Məmmədov yazılacaq və bunu belə tutub silə bilmərəm. Bunu ancaq silmək üçün gəlirəm bura, deyirəm remove watermark və avtomatik silir. Aydın nə? Sonra page color'dan səhifənin rəngini dəyişirik.
Və məsəl üçün qırmızı rəng edirəm, sarı rəng edirəm. Səhifənin rəngini istədiyim rəng eləyə bilərəm. Amma bunu çap edəndə bu rəngi görmək üçün mütləq printeriniz rəngli çap etməyi dəstəkləməlidir. Yəni ağ-qara yox, rəngli çap etməyi bacarmalı. Rəngli dedim, yəni ağ-qara da bir rəngli əslində. Sadəcə istənilən rəngi çap etməyi bacarmalıdır. Yalnız ağ-qara yox. Sonra page border nədir bəs müəllimlər? Sənədin səhifəsinin kənarlarına çərçivə xətt əlavə edir. Məsələn, boxu açıram. Buradan bir dənə xətt tipi seçirəm. Buradan ölçünün, xəttin qalınlığını seçə bilirik və rəngini təyin edə bilirik. Məsəl üçün olsun, nə rəng? Pardovu. OK, basıram. Fikir verin. Belə bir çərçivə əlavə eləyir. Və burada tək xətt yox. Belə balaca simvollar, şeylər də, simgələr də əlavə edə bilir. Məsələn, almalar qoya bilir qırağına. Uşaqlar üçün maraqlı olur. Belə almalar düzüb çap eləyə bilərik, hazır vərəq kimi uşaqlara paylaya bilərik. Başqa şeylər də var. Yolkalar var. Baxın, yolkalar olur və s. Bu oldu page layout'un elmə ki bir hissəsi. Gəlim ikinci hissəsinə. Burada margins nədir? Margins kənar boşluqlar. Məsələn, universitetdə diplom müdafiəsi falan eləyəndə deyirlər, diplom müdafiəsinə hazırlayanda sənədi deyir, soldan bu qədər boşluq bıraq, sağdan bu qədər, yuxarıdan bu qədər, aşağıdan bu qədər. Və burada hazır ölçülərdə verilib. Burada ölçü vahidi olaraq düyümlə verilib, santimetrlə yox. Denən görün müəllimlər, bir düyüm neçə santimetr idi? 2,54 santimetrdir, ayız sağ ol. Və burada məsələn top 1 yazılıb. Top 1 nə deməkdir? Yəni yuxarıdan bir düyüm. Yəni yuxarıdan 2,54 santimetr boşluq olacaq. Custom margins eləsək, əllə buradan düzəldə bilirik hamısını. Və ya buradan, burada da var. Orientation nədir? Orientation iki seçim var. Portrait, landscape. Portrait album portrait formada çap edir. Yəni A4 vərəqi elə bilin ki, düzünə çap edir. Landscape album formasına çap edir A4 vərəqi. Bu da düzünə. Size nədir? Vərəqin ölçüsünü təyin edirik. Yəni vərəqimiz A4 mi olsun, A3 mi olsun? Normalda A4 seçirik. Columns nədir bəs müəllimlər? Mətni 2 yerə bölür. Gəlin sizə göstərim. Bax məsələn, deyək ki, bir dənə mətn götürüm buradan. Deyək ki, bunu götürürəm. Atıram bura. Belə bir mətnim var. İstəyirəm ki, bu mətnim 2 hissədən ibarət olsun. Yəni ortadan 2 yerə bölünsün və sütun kimi yazılsın. Seçirəm, deyirəm column. Gördünüz? Burada ayrı yazıldı. Görürsünüz, bunu seçirəm, bunun heç bir dəxli yoxdur. Burada ayrı yazılır. Və bunun ortasına xətt də qoya bilirəm. Deyirəm line between. Artıq ortasına xətt də qoyuram. Aydındır. Məsəl üçün siyahılarda bu çox qəşəng işdir. Deyək ki, bir siyah əlavə eləyək. Yazıram alma, armud, heyva, nar, portağal, narinci, feyxoa, nə bilim, olsun greyfruit, ananas, olsun əncir və s. Aha, indi bunları seçirəm. Açıram page layout'u, column 2. Bölmədi, çünki siyahımızın deyəsən sayı balacadır. Bir dəqiqə. Hə, siyahının belə deyək, datdan yuxarı balacadır deyə bölə bilmədi. Gəlin biraz sayını artıraq, görək böləcəkmi? Aha. Bunu bölməlidir. Bölmürsə deməli siyahımızda problem var. Gözdən baxaq. Hə, fikir versiniz böldü. Buna baxın. Gördünüz? Və böldü. Deyə bilərsiniz müəllim, bəs biz bunu istədiyimizi balaca formada elə bölək. Baxın indi. Qoy bir dəqiqə. Aha. Buna baxın. Burada bayaq to seçilmir. İndi bunu seçirəm, yenə yazıram. Alma, heyva, nar, narinci, portağal, ananas, armud, feyxoa, əncir. Aha. Bir dənə yazaq marakuya. Marakuya. Qəşəng meyvədir marakuya. Aha. Açıq layout'u to. Ha, görürsünüz, bölmədi yenə. Yenə də eyni xəta verir. Xəta deyil bu əslində. Deyir ölçü balacadır. Fikir verin. Amma çoxaldanda, yəni
Mətn o qədər çox olmalı ki, gəlsin burada bitsin, sonra ikinci sütuna keçsin. Aydındır? Bax məsələn ingilis dilində sözlər falan belə rahat yazma olur. İngilis dili müəllimləri bundan istifadə edir. Sonra breaks səhifəni ortadan 2 yerə bölür. Bu insertdə də var idi. Göstərmişdim bunu sizə. Page break. Sonra line number sətirləri nömrələyir. Bax məsəl üçün bu sənədi açıram. Deyirəm layout line numbers. Continuous edəndə ardıcıl formada. Sənədin ən başından ən axırına qədər nömrələnir. Amma restart each page desəm, hər səhifədə sətirlərin nömrələnməsi bitir, növbəti səhifədə birdən başlayır. Bax deyirəm continuous. Fikir verin, bütün sətirlər nömrələnir. Və ən axıra açıram. Bunlar şəkildə, bunlar nömrələnmir. 34 dənə sətrim var. Desəm, restart each page. Bax burada qutardı, növbəti səhifədə birdən başladı artıq. Aydındır? None deyəndə ləğv edir. Hyphenation alətinə müəllimlər. Bu sözü sətrin sonuna çatanda, deyək ki, söz yazırıq, gəldik burada, nə bilim, portağal yazmaq istəyirik deyək ki. Portağal hecadan sətirdən sətrə keçirməliyik. Məsələn, yazmalıyam porta, növbəti sətirdən xal. Amma bunu əldən eləyə bilmirəm. Buradan hyphenation-ı avtomatik etmək olur. Yəni, sətrin sonuna çatanda sözü hecalayır, sətirdən sətrə keçirir. Lakin, ancaq ingilis dilini dəstəkləyir. Azərbaycan dilini dəstəkləmir. Təəssüflər olsun ki. Paragraf, bax budur. Soldan olan boşluq, soldan, sağdan, yuxarıdan və aşağıdan olan boşluqdur. Sol, sağ, yuxarı və aşağıdan olan boşluqlar. Position nədir? Position, gəlin bura bir şəkil ala biləyək. Bax, şəkili kiçildirəm. Buna baxın, bax, şəkil buradadır bu dəqiqə. Açıram layout-u. Bax, position-da buna vuranda nə edir? Şəkili səhifənin sol yuxarı küncünə qoyur. Buna vuranda orta yuxarıya qoyur. Bura qoyanda sağ yuxarı. Orta sağ, tam orta, orta sol. Sol aşağı, orta aşağı, sağ aşağı. Aydındır? Bax, buradan yerini dəyişir. Bu da tam ortaya qoyur. Zaten bilirik buradan. Wrap text isə, müəllimlər, mətnə nəzərən şəkil necə yerləşsin? Baxın, deyək ki, bir dənə mətn götürürəm. Bir dəqiqə. Aha. Yine buna baxın. Bax, bu mənim şəklimdir. Wrap text açıram. Bir var inline with text. Mətndən eyni xəttə qoy. Bax, burada görün nə baş verdi. Mətin, şəkil, mətin. Gəlin şəkili balacalaşdıraq biraz. Aha, fikir verin. Mətin, şəkil, mətin. Niyə? Çünki yazıb ki, inline with text. Mətndən eyni sətrə qoy. Elə ki, sətrin içində, mətnin içində şəkil olacaq. Square kvadratdır. Yəni, kvadrat formada, fikir verirsiniz, kvadrat formada mətin şəkili əhatələyir. Tight, yığmaq deməkdir. Yəni, mətin nə qədər bacarırsa şəklin içinə girir. Bax, fikir verin. Bax, buralar boşdur deyə, bu mətin gəldi şəklin içinə girdi. Sonra, through arasına deməkdir. Bu da elə təxmini tight ilə eyni şeydir. Top and bottom. Bu nədir? Mətin ancaq yuxarıda və aşağıda olur. Sağı solu boş buraxır şəklinin. Behind text. Şəkli mətnin arxasına aparır. Fikir versiniz, arxasındadır. Bax, böyüdürəm. Görürsünüz, arxasındadır. In front of isə şəkli mətnin üstünə gətirir. Bax, görürsünüz, mətin şəklinin arxasında qalıb. Aydın mı? Edit wrap points nədir? Şəklin yerləşmə nöqtələrini kəsə bilirik. Yəni, mətin hara qədər getsin, şəklin içinə girsin. Bax, fikir versiniz, buradakı mətin gəlib şəklin arxasına girib. Bu formada. Sonra, burada nə var? Bring forward var, send backward var. Gəlin bunların fərqini sizə göstərim. Bax, 2 dənə fiqur əlavə edirəm bura. Bu da olsun, nə rəng olsun, qırmızı rəng. Aha. Bax, 2 dənə fiqur var. Bunu gətirirəm, bunun üstünə qoyuram.
Açıram layout-u. Bax, bu göy olan arxadadır, görürsünüz. Bring forward-a vuranda göy olan gəlib çıxacaq qırmızının üstünə. Gördünüz? Bring forward nə deməkdir? Önə gətir. Qırmızı göyü təzədən seçib send backward desəm, o deməkdir ki, arxaya göndər. Send göndərmək deməkdir. Gördünüz, göndərdi. Bring forward önə gətirir, send backward arxaya aparır. Aydındır? Selection pane nədir müəllimlər? Selection pane mənim məsəl üçün şəxsən çox istifadə etdiyim alət. Bax, bu dəqiq bilirsiniz də, mən kitab yazıram hal-hazırda, nəzəriyyə kitabını. Mənim gün ərzində bəlkə, nə bilim, 100 dəfə, 200 dəfə istifadə etdiyim alətlərdən biridir. Bax, gəlin sizə bir dənə bayaq üstündə işlədiyim mövzunu göstərim, kompüter texnik təminatı. Buna baxın, bu bizim yeni kitabımızın, inşallah çap olacaq kitabımızın yeni versiyasıdır. Bax, burada görün nə qədər şəkil var. Bax, smart art, şəkillər, başlıqlar, bunlar hamısı yazılardır, cədvəllər, şəkil, mətin, smart artdır. Fikir versiniz, doludur obyektlə şeyin içi. Belə fiqurlar, shape'lər var, arxa fonlar. Burada çoxlu şəkillər var. Mən bu qədər şeyi hər dəfə əlinə seçsəm görün nə qədər əziyyət çəkərəm. Ondan sonra nə edirəm? Bax, bu home tab vərəqində də var. Home tabanda select və selection pane açırsaz görə bilirsiniz. Eyni alət layoutda da var. Selection pane. Nədir bu? Səhifə içində olan obyektlərin hamısını buradan baxa bilirəm. Məsələn, mənə deyək ki, bu şəkil bir sözünü seçmək lazımdır. Bax, bunu. 2 saat gəlib burada oynamaqdansa, baxıram görüm hansıdır o şəkil bir. Textbox 35. Bir də tapdım. Və üzərində nəsə iş görə bilirəm. Çünki bəzən elə... Çünki bəzən elə olur ki, məsəl üçün bir obyekt o birisinin az qala içinə girir, seçmək olmur. 2 saat bəlkə sizin də başınıza gəlib. Word-da üstünə vurursunuz, seçə bilmirsiniz. Gərək oynayasınız ondan. Onun üçün nə edirsiniz? Açırsınız selection pane-i buradan. Bütün obyektləri görürsünüz. Məsələn, mən bu şəkil bir sözünü burada görmək istəmirəm. Silməkdə istəmirəm. Sadəcə bu dəqiqə bundan təqdimat eləyəcəm və bunu burada görməyini istəmirəm. Gələm qabağına bir dənə göz işarəsinə vuram. Dəqiqə dondu bu. Aha. Bir dəqiqə. Aha. Ha, bu çox güman ki, qruplaşdırmışam, ona görə belədir. Gəlin qruplaşdırmanı ləğv eləyək. Aha, indi qruplaşdırmanı ləğv etdim. Textbox 35. Fikir verin. Bax, göz düyməsinə basıram, fikir verin. Gördünüz, yoxa çıxdı. Bax, təzədən vururam, gəlir. Silməmişəm ha. Sadəcə bu dəqiqə sənəddə görünməyəcək. Bax, məsəl üçün, deyək ki, bunu bu dəqiqə görmək istəmirəm. Bax, fikir verin. Bunu gizlətmək olmur. Smart artı gizlətmək olmur. Gəlin, sistem bloku şəklini. Bax, bunu gizlədək. Gördünüz, yoxa çıxdı. Vurdum, gəldi. Bax, bütün şəkilləri gizlədirəm. Sənəddən silinməyib, amma gizlətmişəm. Təzədən açmaq istəyirəmsə. Hide ola vuranda hamısını gizlədir. Bax, fikir verdiniz, hamısı gizləndi. Show ola vuranda hamısını qaytardı. Aydındır. Bax, belə istifadə edə bilərsiniz. Selection pane alətindən çox istifadə etdiyim alətlərdən biridir. Align nədir? Align nizamlamaqdır. Bir obyekti digər üzərində nizamlaya bilirsiniz. Bax, məsəl üçün, align left, align center, align right. Bu, səhifədə nizamlamaq üçündür. Amma mən gəlib bir obyekti, daha doğrusu 2 dənə obyekti seçsəm, biri əgər balaca, biri böyükdürsə, balacanın böyüyün üzərində nizamlayacaq. Bax, align left, align center, align right. Fikir verirsiniz, ancaq bunun içində hərəkət edir. Top, middle, bottom. Məsələn, burada middle desəm, bax, burada middle. Burada da center desəm, düz ortaya gətirəcək. Bir obyekti o birisini ortaya gətirmək üçün istifadə edə bilərdik. Qrup nədir bəs, yoldaşlar? Qrup 2 obyekti qruplaşdırmaqdır. Bax, buna baxın müəllimlər. Bax, bu dəqiqə mən deyək ki, bu şəkillərin və yazıların, bax, buradakılar, hamısını eyni anda yerini dəyişmək istəyirəm. Bunu mən eyni anda eləyə bilmirəm. Fikir verin, bunu dəyişirəm, bunlar qalır. Bunu dəyişirəm, bunlar qalır. Mən ondan sonra nə edərəm? Bunların hamısını seçərəm. Kontrol düyməsini basılı saxlayıb seçirəm. Bir dəqiqə. Bax, 2 saat belə oynamamaq üçün nə edə bilərəm? Buradan da seçə bilərəm. Kontrol düyməsini basılı saxlayıb. Bax, selection pane. Gördünüz necə rahatdır? Bütün hamısını seçdim buradan. Deyəcəksiniz, mənim bu ikisi nədir? Bunlardır. Seçdimmi? Açıram layout, grup. Bütün. İndi buna baxın. Görürsünüz? Hamısı oldu bir dənə şəkil.
artıq rahat formada hamısını eyni anda istifadə edə bilirəm. Aydınmı? Bax bu qrup bizə ona kömək edir. Rotate də döndərməkdir. Bax tuturam döndərirəm. Gəlin elə burada göstərim yenə. Oy. Bax bunu seçirəm. Deyirəm rotate. 90 dərəcə sağa, 90 dərəcə sola. Vertikal tərsinə çevirir. Bax fikir versiniz, güzgü əksliyə bir. Horizontalla belə tərsinə çevirir. Elə bir ki, sistem bloku buradaydı, indi ən axırda olacaq. Klaviatura burada da ikinciyə gələcək, monitor bura, mouse da ən birinci olacaq. Amma mətinlərini də dəyişir, mətinləri tərsinə yazmır. Mətinlərini də olduğu kimi göstərir. Aydınmı? Bu alətləri də bu formada istifadə edə bilərsiniz. Mənimlər, bura qədər kimsə nəsə sual varsa buyursun, yoxdursa davam edirəm. Davam edək. Aha. References nədir mənimlər? References istinadlar tabvərəqidir. Maraqlı tabvərəqdir. Heç düzün desəm, axırıncə referencesdən miqə nə vaxt sual düşüb, heç bilmirəm. Bəlkə də ömür boyu düşməyib. Amma, yenə deyirəm, siz bir informatika müəllimisiniz deyə, bunları bilməlisiniz. Ona görə də deyəcəm. References istinadlar tabvərəqidir. Çox maraqlı alət var bunun içində. Table of Contents, mündəricət yaratmaq aləti var. Insert footnote var, birazdan görəcəksiniz. Station var, ədəbiyyat yaratmaq. Maraqlı alətlərdir bunlar. Table of Contents nədir mənimlər? Mündəricət yaratmaq. Bu necə olur, nətər olur? Gəlin bundan tanış olaq. Normalda mündəricət necə olur? Məsələn, yazıram mündəricət. Neçə nəfər görmüşəm ki, mündəricət yaratmaq üçün neyinib? Məsəl üçün yazıb, əsas anlayışlar. Götürüb nöqtələri basılı saxlayıb. Axırda yazıb ki, məsəl üçün 3-cü səhifə. Sonra say sistemləri. Nöqtələri basılı saxlayıb yenə. Gəlib yazıb deyək ki, nə bilim, 14-cü səhifə. Mündəricət belə yaradılmır müəllimlər. Mündəricət avtomatik yaradılan bir şeydir. Necə? Gəlin tanış olaq. Məsələn, deyək ki, gözüm bundan çıxıyor. Bundan açığım. Bu fayl açaq. Deyək ki, bizim belə bir faylımız var. Daha doğrusu məqaləmiz var. Biz buna mündəricət yaratmaq istəyirik. Neçə səhifədir bu? Haradasa 12-13 səhifə olmalıdır. Özünə gəlsin bu. 10-15 səhifədir. İndi baxın. 15 səhifəlik bir sənədimiz var, müəllimlər. Aha. İndi bu 15 səhifəlik sənədin içində müxtəlif başlıqlar var da. Məsələn, informatika elmi və onun predmet tərkibçiləri. Bu neçənci səhifədədir? 3-cü səhifədə. Mən indi mündəricət yaratmaq üçün nə edirəm? İlk öncə faylımda olan bütün başlıqları seçirəm. Yəni məqaləmdəki bütün başlıqları seçirəm. Birinci seçdim. İkinci. Seçirəm. Düşürəm. Üçüncü. Dördüncü. Beşinci. Altıncı. 7. Okey, bitdi. Bütün başlıqları seçdimmi? Seçdim. Kontrol basılı saxlamamışsın seçdim. Home tab vərəqindən, baxın, Home tab vərəqindən Styles qrupundan ya heading 1 ya heading 2. İkisindən birini seçirəm. Məsəl üçün heading 1-i seçdim. Hamısına eyni anda heading 1 üslubu tətbiq olundu. Üslubları keçmişdik biz Styles'dan. İndi nə edirəm? Mündəricəti harda yaradacamsa, o səhifəni açıram. Deyək ki, bu səhifədə. Mündəricət yaratmaq istəyirəm. Açıram References tabını. Buradan girəm Table of Contents. Yəni mündəricət. References Table of Contents. İstədiyim mündəricət tipini seçirəm. Mən bunu seçirəm. Vəsə, qutardı, getdi. Və buraya yazıram. Mündəricət. Mündəricətim hazırdır. Baxın. 1.1 3-cü səhifədə, 1.2 4-cü səhifədə, 1.5 3 5-ci səhifədə, 1.4 6, yəni 1.5 8. İndi
Deyək ki, mən avtomatik informasiya prosesləri mövzusuna getmək istəyirəm. Ctrl düyməsini basılı saxlayıb mouse'un sol düyməsinə vururam. Tap, mən atdı ora. Gördünüz? Kimisə sualı varsa versin. Hamıya aydındır müəllimlər? Neynədik? Yenə deyirəm, bütün mövzu başlıqları seçildi. Daha sonra Table of Contents açıldı və daha sonra mövzu başlığı seçəndən sonra heading 1-i və ya heading 2-yə vururam. Sonra hansı səhifədə mündəricət yaradacağımsa kursor aparıram ora. Table of Contentdən mündəricət şeyi seçirəm. İndi deyək ki, səhərsi gün mən kitabımı inkişaf elətdirdim. Bir mövzuda yazdım. Adı olsun məsələn say sistemləri. Yenə də onun başlığını seçirəm. Home-dan heading üslubu verirəm. Amma mündəricətə düşmədi. Bəs necə edim ki, mündəricətə düşsün bu? Açıram references, deyirəm update table. İkincisini seçirəm update entity table. Say sistemləri gördünüz. Gəldi avtomatik mündəricətin ən axırıncı səhifəsinə düşmüş oldu. Aydındır mı? Aydındır. Okay. Sonra insert footnotes nədir? Insert footnotes müəllimlər ayaqlıq əlavə etmək üçün. Bax məsələn, gəlin deyək ki, belə bir mətn yazaq. Buraya yazıram ki, RAM əməli yaddaş qurğusudur. Anakartın üzərində yerləşir. Müvəqqəti yaddaşdır. Daxili yaddaşa aiddir. Aktiv proqramları yadda saxlayır. Aha, indi kitablarda görmüsünüz. Sözün üstünə bir yazılır. Səhifənin sonunda da birin qarşısına həmin sözün açıqlaması verilir. Bax, onu insert footnote edir. Bax, deyək ki, əməli sözün açılışını vermək istəyirəm. Bax, gördünüz, üzərinə bir yazdı və biri bura yazdı. Yazıram əməli yaddaş. Daxilində əməliyyatlar gedən yaddaşdır. Sonra deyək ki, ikincisini əlavə edirəm. Anakart. Yenə vururam. Bu dəfə oldu 2. Anakart kompüterin ən vacib elementlərini üzərində saxlayan qurğudur. Okay. Üçüncü də olsun daxili yaddaş. Yazıram daxili yaddaş anakartın üzərində olan yaddaş qurğularına aiddir. Deyək ki, aşağı düşmədən bunların mənasını görmək istəyirəmsə, mouse yaxınlaşıram rəqəmə. Gördünüz, yazıldı. Əməli yaddaş daxili əməliyyatlar gedən yaddaşdır. Anakart tərifi yazıldı. Bunun tərifi yazıldı. Və buradan digər notlar keçmək üçün. Bu da ümumi bütün notları göstərir bizə. Footnotları buradan. Aydınmı? Insert station nədir vəsmələr? Ədəbiyyat əlavə edir. Məqaləyə deyək ki, ədəbiyyat əlavə etmək istəyirsinizsə, bu da maraqlı alətdir. Insert station-a vurursunuz. Deyirsiniz, add new source. Aha, deyir, ədəbiyyatın tipinə deyirəm kitab. Sahibi kimdir? Orxan Məmmədov. Başlığı nədir? Yazıram. İnformatika abituriyent MİQ. Neçənci ilə çap edilib? 2025. Hansı şəhərdə? Bakı. Çap evi kimdir? Çinar yayımları. Okay. Baxın indi, bunu silirəm. Mənə ədəbiyyat əlavə etmək lazımdır. Artıq Orxan Məmmədov yazdım. Bibliografını açıram burada. Vururam buna. Buna silib yazıram. Ədəbiyyat. Məmmədov. O 2025 informatika abituriyent MİQ Bakı Çinar yayımları. Gördünüz? Ədəbiyyat siyasına belə eləyə bilərsiniz. Təzəsini əlavə etmək istəyir, yenə edirsiniz. Buradan başqa sual düzünəsi düşməyib. Elə bunları bilsəniz kifayətdir. Mail-linksdən heç düşmür. Mail-links bir dənə 11-ci mail göndərmək üçün istifadə olunan tab vərəqdir. Review sənədə ön baxış keçirməyi təmin edir. Burada
Spelling and grammar aləti var. Bu nədir? Sənətdə orfoqrafik, qrammatik səhvləri yoxlamaq üçün istifadə etdiyimiz alətdir. Əgər bir sözün altında qırmızı dalğalı xətt çəkilirsə, bax buradakı kimi. Deməli, bunun orfoqrafik səhvi var. Əgər bir sözün altından yaşıl dalğalı xətt çəkilirsə, deməli, bunun qrammatik səhvi var. Orfoqrafik səhv sözün nitq hissəsində, üzr istəyirəm, yazılışında olan səhvdir. Qrammatik səhv isə nitq hissəsində falan olan səhvdir. Yəni orfoqrafik qırmızı xətt, qrammatik yaşıl xəttdir. Aydınmı? Klaviaturun qısa yolu Shift F7 düyməsidir. Sonra thesaurus nədir? Sözlərin sinonimi tapır, amma Azərbaycan dili dəstəkləmir təəssüf ki. Məsələn, buraya yazıram nice ingiliscə, gözəl deməkdir. Seçirəm thesaurusa vururam. Deyir Azərbaycan dili yoxdur. İngiliscə getdi, tapdı. Enjoyable, agreeable, pleasant, good, fine, lovely, amusing, wonderful. Nice, gözəl demək. Gedib bütün hamısının sinonimlərini tapdı. Sonra word count nədir? Sənədimizdə olan bütün səhifələrin sayı, sözlərin sayı, no spaces, characters, ara boşluqsuz simvolların sayı, characters with spaces, ara boşluqla simvolların sayı, abzasların sayı və sətirlərin sayını mənə hamısını göstərir. Bu alətlər köhnə Word-də yoxdur. Bu sənədi tərcümə edir. Başdan ayağa ingilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə və s. tərcümə edir. Language, bu buranı açırıq, məsələn, Azərbaycan dilini seçmişiksə, bu dəqiqə sənədin qrammatikası, orfoqrafiyası Azərbaycan dilinə yoxlanır və ya ingilis dilinə yoxlanır, o deməkdir. Buradan comment əlavə edirik. Bunu demişdim sizə insert-də. Sonra burada tracking change var, dəyişiklikləri izləmək üçün. Deyək ki, kiməsə bir sənəd göndərmişsiniz və bilmək istəyirsiniz ki, o sənəd üzərində dəyişiklik edib yoxsa yox. Bunu aktivləşdirirsiniz və bu deyək ki, mənim sənədimdir. O gəlib nəsə yazmaq istəsə, məsəl üçün yazmaq istəyir ki, RAM, fiziki, yaddaşdır. Fikir verdiniz, qırmızı rəngdə saxladı. Niyə? Çünki bu hal-hazırda üzərində dəyişiklik edilmiş mətndir. Yəni, bu yeni əlavə olunur. Və siz istəsiniz sənədə açanda görə qırmızı bir şey var. Deməli, bu yeni yazılmış mətndir. Buna qəbul etmək istəyirsə, accept, ləğv etmək istəyirsə, rejectə basırıq, artıq ləğv edir. Gördünüz, sildi dəyişikliyi. Compare-dən sənədləri müqayisə edirik, combine ilə birləşdiririk. Bu da oldu review tab vərəqi. İndi gəlirik view tab vərəqinə və ən son Word-ün tab vərəqidir bu. View tab vərəqi görünüş tab vərəqidir. Burada bizim görünüş rejimlərimiz var. Read mode, print layout, web layout, outline, draft. Biz bunların içərisində ən çox və hər dəfə istifadə etdiyimiz olan print layoutdur. Yəni, çap görünüş rejimi. Read mode oxuma rejimidir. Ancaq oxumaq üçündür sənədi. Məsəl üçün, digərini açım, digər sənədi. Burada daha çox mətin var. Deyirəm, read mode. Fikir verin, sənədi kitab kimi oxuya biləcəksiniz. Görürsünüz, sənədi kitab kimi oxuya bilirsiniz burada. Yəni, oxuma rejimi, read mode. Print layout çap rejimidir. Yəni, hər gün istifadə etdiyimiz görünüş rejimi print layout. Web layout web səhifə görünüş rejimidir. Yəni, bizim sənədimiz web səhifədə necə görünür? Outline struktur görünüş rejimidir. Buradan biz sənədimizin strukturunu dəyişə bilirik. Draftda qaralama görünüş rejimidir. Yəni, burada qaralamalar eləyə bilirik draftda. Sonra, bunlar yoxdur, heç biri köhnə Word-də. Rula xəttkeşdir. Şaquli xəttkeş, üfüqi xəttkeş. Bu üfüqidir, bu şaquli xəttkeşdir. Abzasları düzənləmək üçün. Grid lines tor xəttləri əlavə etmək üçündür. Bu, bunu riyaziyyat dəftərinə çevirmir. Sadəcə tor xəttləri əlavə edir ki, mən obyektlərin yerini falan dəyişəndə rahat dəyişə bilim. Məsəl üçün, bunu belə sürüşdürə bilib, baxa bilirəm ki, tam ortadadır, yoxsa yox. Navigation pane-də axtarış sulağını açır. Zoom nədir? Miqyas. Yadda saxlayın, Word-də maksimum miqyas 500%-dir. 500%. Minimum miqyas isə 10%-dir. Maksimum 500, minimum 10. Buna vuranda birbaşa 100%-ə gətirir. Bu. Sonra, bəs page width nədir? Səhifəni ekran boyda eləyir. Buna baxın, tam ekrana yerləşəcək boya gətirir. Bu 100%-ə, bu da ekran boyda eləyir. New window bu sənədi yeni pəncərədə açır. Eləmi ki, eyni sənəddir, fikir verin, başqa pəncərədə açmaq üçündür. Arrange all bütün aktiv Word pəncərələrini alt-alta yığır. Neçə dənə Word sənədi açmışamsa, hamısını
alt-alta yığmağı təmin edir. Split isə bir sənədi ortadan 2 yerə bölür. Burada eyni sənəddə, burada başqa iş görə bilirsiniz. Burada başqa iş görə bilirsiniz. Və burada yazı yazıram. Burada nə isə silirəm. Fikir verirsiniz? Yazı burada əlavə oldu. Altdan sildim, burada görün. Yəni bir sənəddə eyni anda 2 dənə yerdə işləmək istəyirəmsə splitdən istifadə edirəm. Çox yaxşı bir alətdir. Remove split deyənlər ləğv edir. View side by side nədir? 2 Word sənədini yan-yana qoyur və eyni anda baxa bilirəm. Müqayisə zad eləyə bilirəm. Aha. Switch Windows'da bir Word sənədindən digərinə keçməyi təmin edir. Bax, bundan buna keçdim, bundan buna keçdim. If so. Müəllimlər, bu da oldu bizim Word dərsimiz. Əslində, görürsünüz, belə qeyri-adi, çətin proqram deyil. İmtahana da yenə deyirəm. Word neçə illərdir çox aşağı səviyyədə düşür və keçən ildə heç düşmədi. Yəni, Excel-lə qarışıq düşdü. İçində sadəcə bir dənə cədvəl düşmüşdü. If so. Başqa heç nə. Aydındır mı? Belə. Okey. Mən sizə təkrar vermişdim, müəllimlər. Hə? Müəllim, mətn redaktor bölümünə işləməyi vermişdiniz. Mətnləri neyim alın? Hə, bunun testini vermişdim, hə? Hamı eləyib testi. Mən istəyirəm. Elə neçə nəfər eləməyib? Eləməyən var Word-ün testlərini. Tamam, yaxşı. Gəlin onda Word-ün testlərinə baxaq. Gözünü açım. Deyin gəlsin. Kimin səhv varsa desin. Ondan baxaq müəllim. 10. Bəli. Baxaq. Mətndəki sənəd 3 abzasdan ibarət idi. Sənədin abzasları aşağıdakı şəkillərdir. Bu əməliyyatlardan sonra mətn fraqmentinin ardıcıllığını müəyyən edin. Abzaslar ardıcılığını müəyyən edin. Birinci abzas, ikinci abzas, üçüncü abzas. Deyir, bu sənəd üzərinə aşağıdakı əməliyyatlar aparılmışdır. Sənədin ikinci abzası seçilmiş. Bax, bunu seçib. Ardından Ctrl-C edilib. Yəni, mübadilə buferinə düşdü. Kopyaladı. Kursor üçüncü abzasının əvvəlinə gəlir. Bax, bura. Burada yanlış sönür. Və Ctrl-V-ni basıb. Yəni, ikinci abzası bura yapışdırıb. Yerindən getmir. Bax, 2. Ctrl-C eləyib. Ctrl-X etsəydi yerindən itəcəkdi. Bu Ctrl-C eləyib deyə sadəcə kopyalayıb. Sonra üçüncü abzas seçilmiş. Bax, buranı seçib. Bunu seçirsə artıq bunun hamısı seçilir. Ctrl-X əmri icra edilmiş. Yəni, bunu götürür buradan mübadilə buferinə atır. Bax, bunlar ikisi bir yerdə. Buradan götürülür mübadilə buferinə düşür. Amma yerindən gedir. Çünki Ctrl-X edib, kat edib. Birinci abzas seçilmiş və ardından Ctrl-V edilmişdir. Bax, 2 ilə 3-ü kat edib mübadilə buferinə atıb. Bunu hamısını seçib. Ctrl-V-ni basanda bu silinəcək, yerinə bunlar düşəcək. Yəni, 2 ilə 3, bax, gələcək bura. 1 silinəcək. Bir dənə burada 2 qalıb aşağıda. Aha, deyir, ardıcıllıq necə olacaq? 2, 3, 2. Bəy, elə cavab yoxdur. Bir dəqiqə. Kursor 3-cü abzasına yerləşdirilmiş və Ctrl-V əmri icra edilmişdir. Yox, əvvəlinə qoyuruqsa, əvvəlinə düşəcək də. Olacaq. Bu da gələcək bura. 2, 3, 2. 2, 3, 2 olmalıdır mənimlər burada cavab. Yəqin cavab yanlışdır. Sonra deyin gəlsin. Ondan sonra var.
Benim orada 10. tapşırıqda cavab A deyil, 3, 2, 2. Necə? O 10-cu testin cavabı 3, 2, 2'dir. Gəlin bir dənə burada göstərim müəllimlər sizə Word-də. Buna baxın. Göstərsə yaxşı olar. Mən də belə şifahi nəsə. Baxın. Bax yazıram. Yazıram abzas. Abzas. Üçüncü abzas. Bax birinci deyir ki, bax bunları silirəm. Deyir ki, sənədin ikinci abzası seçilmiş. Bax bunu seçirəm. Ardından Ctrl+C düymələri basılıb. Kopyaladım. Gördünüz, seçilinə baş vermədi. Sadəcə ikinci abzas sözü mübadilə feylinə düşdü. Kursor üçüncü abzasının əvvəlinə yerləşdirilir. Bax qoydum üçüncü abzasının əvvəlinə. Və Ctrl+V əmri Ctrl+V basılıb. Yəni yapışdırıb. 1, 2, 2, 3 olur. 1, 2, 2, 3 olur. AS olur. Sonra üçüncü abzas seçilib, Ctrl+X basılır. Yəni bunu seçir, Ctrl+X-i bastı, kat elədi. Gəldi düşdü mübadilə buferinə. Birinci abzas seçilmiş və ardından Ctrl+V basılıb. Bax bunu seçib, Ctrl+V-ni basıb. Nə baş verdi? 2. Bax görürsünüz 2, 3, 2. Mən dediyimdir. Bax 2, 3, 2. Burada amma deyir 3, 2, 2. Yəni bu düzgün deyil. Doğru cavab yoxdur burada. Cavab olacaq 2, 3, 2. Aydındır? Orada mən nəyi başa düşmədim bilirsiniz? O 2 ilə 3-ün arasındakı boşluğa kopya eləyir da 2-ni. Siz onun əvvəli nə elədiniz? Onlar bir sətirdə qaldılar. Onlar alt üst qalmalı deyildilər. Necə? Bir dənə əməliyyatı geri qaytara bilərsiniz mümkünsə. Baxın o 3-cü abzas onun 2-ci abzasdan aşağıda olmalıdır. Bu ikisi bir yerdə olmalı deyil. Baxın müəlliməm. Bunu mən eləmirəm. Dediklərini Word-də eləyirəm. Yəni öz beynimdən demirəm. Kursor 3-cü abzasın əvvəlinə yerləşdirilmiş. Bax yerləşdirmişəm. Və Ctrl+V əmri icra edilmişdi. Gördünüz? Yəni nə deyibsə onu eləyirəm. Başqa heç bir şey eləmirəm. Aydındır mı? Mən onu əvvəlinə deyəndə, yəni o ikinci abzas sözünü bir də 2 ilə 3-ün arasında yerləşdirir. Yox. Sadəcə qabağına yapışdırır, qurtardı, getdi. Bilirsiniz nə zaman olur o? Elə misallar var ki, deyir ki, əvvəlinə yapışdırır və Enter düyməsi basılır. Onda 2 qalır yuxarıda, 3 düşür aşağı. Sonra 32'ye baxa belə mümkünsə. 13'e baxaq mən. neçə? 13. Baxaq. Word proqramında mətn sahəsində yalnız Codera sözü yazılmış. Daha sonra bu söz seçilərək ardıcıl olaraq 2 dəfə Ctrl+C, bir dəfə Ctrl+X və 3 dəfə Ctrl+V düyməsi qalır. Bu nəticəsi baxın. Yazıram ora Codera. Codera yazıram. Bu söz seçirəm. 2 dəfə Ctrl+C-ni basıram. 2 dəfə Ctrl+C-ni basan nə baş verəcək müəllimlər? Bu mübadilə buferinə düşəcək. Söz olduğu yerdə qalacaq. Bir dəfə Ctrl+X-i basanda bu buradan yoxa çıxacaq artıq. Elə bilin ki, yox oldu. Mübadilə buferinə yenə düşüb. Mübadilə buferinədir. 3 dəfə Ctrl+V-ni basanda yazacaq Codera. 3 dəfə yapışdıracaq. Bu əməliyyatdan sonra mətn sahəsində neçə ədəd Codera sözü olacaq? 3 dəfə. Aydındır? Hamıya aydındır mı? Sonra 32 mənim. 32. Baxaq. Word 2010 proqramında yaradılmış mətn faylı ardıcıl dəyişikliklərdən sonra
bu adlarla yaddaşa göndərilmişdir. Bu zaman fizika qovluğunda neçə müxtəlif fayl yaranmışdır? Baxın. Word proqramında yaradılmış mətn faylı ardıcıl dəyişikliklərdən sonra bu adlar ilə yaddaşa göndərilmişdir. Bu zaman fizika qovluğunda neçə müxtəlif fayl yaranmışdır? Buna baxın müəllimlər. Bax, fiz.1 balaca TXT yazılıb. Fiz.1 böyük TXT yazılıb. Bu, baxın, açıram bir dənə qovluğu. Bax, məsələn. Gəlin, ekrana bir qovluq açaq. Məsələn, burada. Bu nədir? Yaxşı, buradan çıxaq. Gəlin, ekrana bir qovluq yaradaq. Aha. Bax, gəlirəm bura. Bir dənə burada fayl yaradım. Yazıram. Orxan.txt balaca ilə. Bir dənə fayl yaradıram. Buna deyirəm böyük hərflə Orxan, hətta axırına böyük edirəm txt. Enter basıram. Fikir verirsiniz. Bu deyir ki, qardaş, fərqi yoxdur. Sən eyni adı böyüklə də yazsan, balaca ilə də yazsan, mən bunları ayrı-ayrı fayl kimi götürməyəcəm. Bu eyni fayl sayılır. Fikir verirsiniz, icazə vermir. Niyə? Çünki deyir bunlar eyni fayllardır. Burada da fiz.1 balaca txt ilə fiz1 böyük txt eyni fayl sayılacaq. Amma baxır harda yaradılıb. Bizdə harda deyir? Fizika qovluğunda. Gəlin baxaq. Fizikada fiz1.txt yaradılıb. Bu bir dənə fərqli fayl. Fizika qovluğunda fiz2.txt yaradılıb. Bu da fərqli fayldır. Bizdə fizika deyir deyə fizika 1-ə baxmıram. Çünki bizdən fizika qovluğunda deyir. Fiz2.txt yaradılıb. Buna baxın. Fizika qovluğunda fiz2 böyük tekst var idi. İndi fiz2 balaca tekst yazılıb. Amma fərqi nədir? Burada böyük F ilə yazıb. Burada kiçik F ilə yazıb. Gəlin görək bunu belə qəbul edirmi? Bax, burada Orxan.txt balaca ilə yazmışam. Eləmi ki bu fiz2.txt balaca ilə. İndi gəlin burada böyük ilə yazıram. Yazıram o böyük xan.txt. Görürsünüz, fərqi yoxdur. İstəyirsən böyüklə yaz, istəyirsən balaca ilə yaz. Buna hərfin böyük və ya balaca olmağının heç bir fərqi yoxdur. Yəni burada artıq fizikada fiz2.txt yaradılıbdır ya, bu artıq fərqli fayl kimi sayılmayacaq. Eyni fayldır. Fizika 1, fizika 1. Bunlar fizika 1-ə aiddir. Bizdən fizika qovluğunu istəyir. 1, 2 dənə. Cavab olur B variantı. Aydın müəllimlər. Müəllimə. $34'ə? Tamam. 25 səhifəli sənədin kursor 5-ci səhifəsindədir. Belə bir ki, 25 səhifəli sənədimiz var. Bu dəqiqə 5-ci səhifədəyik. Əvvəlcə GoTo pəncərəsinə 10 daxil edilmiş və Enter icra edilmişdir. Baxın müəllimlər, əgər GoTo get deməkdir. GoTo pəncərəsində 10 daxil edilirsə, 5-ci səhifədən birbaşa 10-cu səhifəyə girəcək. Yəni bu dəqiqə neçənci səhifədə oldu? 10-cu səhifədə. Ardından həmin pəncərə açılaraq plus 5 yazılıb. Əgər plus 5 yazılırsa, 5 səhifə sonraya gedir. Minus 5 yazırsa, 5 səhifə əvvələ gedir. İndi biz bu dəqiqə 10-cu səhifədəyik. Çünki 10 daxil edilib Enterə basılmışdı. 10-cu səhifənin üstünə 5 gələn neçə eləyəcək? 15-ci səhifədə. Kursor 15-ci səhifədə olacaq. Cavab olacaq C variantı. Sonra müəllimlər. 44. 44. Bəli. Baxaq 44-ə. 25 səhifəli sənədin sonuncu səhifəsindəyik. Sənədin ilk səhifəsinə qayıtmaq üçün Sənədin ilk səhifəsinə qayıtmaq üçün bax sonuncu səhifəyədəyik. 25-ci səhifədəyik. Sənədin ilk səhifəsinə qayıtmaq üçün Find and Replace dialoq pəncərəsinin GoTo keçid səhifəsində hansı qiymət yazılsa verilən məsələ doğru olar. Baxaq bir dənə. Dəqiqə. 25 səhifə sənədin sonuncu səhifəsindəyik. Aha. Deyir ki, sənədin ilk səhifəsinə qayıtmaq üçün Find and Replace
hansı qiymətləri yazılsa verilən məsələ doğru olar. Deməli, doğru cavab olacaq burada. Deməli, 25. İlk səhifəsi deyirsə müəllimlər. Cavab olacaq C variantı. Niyə? Bax, burada hər ikisi müsbətdir. Biz bayaq nə dedik ki, müsbət bizi irəli aparır. Deməli, A variantı getdi. Burada B-yə baxırıq. B-də mənfi sonsuzluqdur, müsbət yenə qarşıya aparacaq. Y variantı hər ikisi müsbətdir, yenə qarşıya aparır. Qalırıq C ilə D arasında. C ilə D arasındakı fərq mənfi 24-dür, mənfi 25. Biz 25-dən 25 çıxanı bizə neçə verəcək? 0. Düzdürmü? Və bilirik ki, Word-də 0-cı səhifə yoxdur, 1-ci səhifə var. Ona görə biz 25-dən 24 çıxanda bizə nə verəcək? 1-ci səhifəni verəcək. Deməli, bu da düzdür. Mənfi sonsuzluq da verəndə zaten avtomatik atacaq bizi 1-ci səhifəyə. Ona görə cavab olacaq C variantı. Yəni, əvvələ qayıtmaq istəyirsə mütləq mənfi olmalıdır. İrəli getmək istəyirsə müsbət olmalıdır. Sonra 54. Abzasın həm sol, həm də sağ tərəfdən çıxıntısız etmək istəsək, hansı düzləndirmədən istifadə olunur? Bax, bunu deyir. Bax. 54, üzr istəyirəm. Okey. Deyir, Word proqramda 30 səhifəli sənəd aşağıda kimi çapa verilib. Bax, 30 səhifəmiz var. Kopya sayı neçədəndir? 5 dənə. Burada ən axırda 5-ə vururuq. Həmişə kopya sayına görə. İndi, burada yazılıb print all page, burada da yazılıb odd page. Əgər odd yazırsa, ancaq tək səhifələr çapa gedir. 30 səhifənin ancaq təki. Even yazırsa, even yazılır. Bax, even. Ancaq cüt səhifələr çapa gedir. İndi, 30 səhifənin 15-i təkdir, 15-i cütdür. Deməli, bizdə 30 səhifə deyirsə, deməli, 15 dənə səhifəmiz çapa gedəcək. Çünki deyir odd, ancaq təklər geçsin. One side bir üzlü çapa göndərir. Və ən axırda yazıb ki, 2 pages per sheet. Yəni, hər səhifənin, hər üzünə 2 səhifə çap olsun. Yəni, 1 A4 vərəqə 2 dənə səhifə çap olacaq. Yəni, 10 səhifəlik sənədim varsa, mənə 5 dənə səhifə kifayətdir. 5 dənə vərəq kifayətdir, üzr istəyirəm. 5 dənə vərəq. Niyə? Bir səhifədə 2 dənə, 1 A4-ün bir üzündə 2 dənə səhifə çap olacaq. Və bir üzlü deyirdi ya, elə 2 olaraq saxlayıram. Əgər both sides olsaydı, yəni 2 üzlü, o zaman A4-ün bir üzünə 4 səhifə, arxa üzünə də 4 səhifə çap edəcəyik. Amma bizdə one side ilə bir üzlü çap edir. Yəni bir üzünə 2 səhifə çap olacaq. Vəsiyo, indi məndə neçə dənə səhifəm var? 15 dənə. Baxıram ki, görüm bir vərəqə nə qədər düşəcək. Ancaq tək səhifələr dedi. Bir vərəqin bir üzünə 2 səhifədir və bir üzlüsə deməli 15-i böləcəyik 2-yə. 15-i 2-yə böləndə tapırıq bizə lazım olan vərəqlərin sayını. 7,5 edir. Qalıq qalır deyə həmişə deyirdim. Qalıq qalırsa, nə edirik? Yuvarlaqlaşdırıq. Yəni 7,5-də 8 götürəcəyik. Yəni bizə 8-dən vərəq lazım. Çünki bir səhifə havada qalası deyil ki, yarım səhifə daha doğrusu, onu da çap etməliyik. Oldu 8 dənə vərəq. Ən axırda kopyaya vururuq, 8 vur 5 eləyir 40. Deməli bizə 40 dənə vərəq lazımdır. Yəni 15 dənə səhifə, bax 2 dənə getdi, 2 dənə getdi, 2 dənə getdi. 2 dənə getdi, 2 dənə getdi, 2 dənə getdi. 2, 2, 2, 2, 2. Neçə elədi? Elədi 12. Bununla qoyuram. 2 dənə burada eləyir 14. 2 dənə bu olur 16. Gördünüz 15 səhifə tam yerləşdi. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə vərəq lazımdır. 5 kopya deyirsə ki 5 nəfər getmiş ki çap elətməyə. 5 vur 8 eləyir 40. Deməli 40 dənə vərəq lazımdır. Ikiyə də baxa bilərsiniz mümkünsə. Keçən bir dəfə demişdim, bunun sağlarda biraz nə? Baxaq. Baxaq əl ikiyə. Aha. MS Word proqramında 40 səhifəyə malik olan mətn sənədi aşağıda kimi çapa verilir. Bax 40 səhifə deyir, amma müəllimlər, burada custom print seçib. Yəni ancaq seçilən səhifələr çap olacaq. Bura nə yazıb? Yazıb 1-dən 9-a qədər, 2-dən 17-yə qədər, bir dənə də 35.
1-dən 9-a qədər neçə səhifə eləyir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə. Üstə gəl. 2-dən 17-yə nə qədərdir? Onda nə edirik? 17-dən 2 çıxırıq, üstə 1 gəlirik. Bəli, çünki 2 ilə 17 öz ara daxildir. Onlarla çap olur. Eləyir 16 dənə. Bir dənə də 35, bir dənə. Eləyir 25, 26. 26 səhifəlik sənədimiz çapa gedir. Daha 40 səhifə yox, 26-sı gedir. Çünki ancaq bunlar gedir. Bax, fikir verin, boş sayt 200-lüdür. Və bir üzrə neçə səhifə çap olur? 8 səhifə. İndi 1 A4 vərəqin bir üzrə 8 səhifə çap olur. Arxa üzrə də 8-dən olur. Deməli, bir dənə vərəqin neçə səhifə çap olur? 16 dənə. Düzdürmü? 26-nın 16-sı bir vərəqə gedir, qıraqda qalır 10 dənə. O da ikinci vərəqə geçir. Deməli, ümumilikdə 2 dənə vərəq istifadə elədim. Və həmişə ən axırda vərəq sayını vurur kopya sayını. 2 neçə vuranda edir 6. Cavab olur A variantı. Sonra deyin gəlsin. Neçə? 59. 59. 63 səhifəlik sənədin cari səhifəsindədir. Kursor həmin səhifədə Find and Replace dialoq pəncərəsinin Go to keçid sahəsində plus 25 yazılıb. Bax, bu dəqiqə 63 səhifəlik sənədin cari səhifə tələbə 63 səhifəlik sənədin cari səhifəsindədir. Yəni bu dəqiqə bilmirəm hansı səhifədədir. X-dir bu dəqiqəki səhifəm. Üstünə 25 gəlib. Sonra düzgün səhifəyə gəlmədiyini görüb çıx 15 yazıb. Çıx 12 yazıb. Yəni geri qayıdıb. Yazıb istədiyi səhifəyə, yəni 40-cı səhifəyə keçid olundu. Yəni bu dəqiqə hansı səhifədədir? 40-cı səhifədə. İlk olaraq neçənci səhifədəydik? Vəsə X bərabərdir. 25-dən 12 çıxıram, qalır 13. 40 burada 25 ilə 12 müsbət edir. Bura keçirə mənfi olacaq. 40-dan da 13 çıxıram. Qalır neçə? 27. Vəsə cavab olur C variantı. Aydın müəllimə? Bəli, çox sağ olun. Xoşdur. Sonra başqa var müəllim? 72'ye bakmak da birazdan. Neçə? 72'ye bakmak da olmaz. Baxaq. 18-ci səhifənin 18-ci səhifəsinin nömrəsi 21 olan. Baxın müəllimə. 18-ci səhifənin nömrəsi 21-dir. Deməli bu sənəd 3-cü səhifədən başlayaraq nömrələnib. Elə ki 3-cü səhifə 1 3-cü səhifə 1 olub, 4-cü səhifə 2 olub, nə bilim 5-ci səhifə 3 olub. Bu formada gedib 18-ci səhifə 21 olub. 18-ci səhifəsinin nömrəsi 21 olan 30 səhifəlik sənədin 28-ci səhifəsinin Find and Replace pəncərəsinin Go to keçidində page bölməsində -8 yazıb təsdiqləsək, neçə nömrəli səhifəyə keçid edəcək? Baxın, məndə hal-hazırda 18-ci səhifə neçədir? 21. 21-dən 18 çıxanda bizə neçə eləyir? Eləyir, hə? 3 eləyir. Aha, bir dənə gözləyim, bir dəqiqə. 18-ci səhifədə 21-sə, 30 səhifəli sənədin. Hə, ay sol, 3 eləyir, düzdür? Deməli, mən 30-cu səhifədə olsam, deməli, 21, deməli, 1, 33. bir dəqiqə gözləyin, 33 olsa, yox, bir dəqiqə. Bax, 18, 21-dir, 19, 22, 20, bir dəqiqə, 20 olacaq, 23, düzdürmü? 30 deməli olacaq, 33, okey, hə, 33. İndi, mən 28-ci səhifənin, bax 28-ci səhifədə 30, 32, 33-dürsə, 28 neçə olacaq? 31. 28-ci səhifədə olanda 31-ci səhifə olacaq nömrələmə olaraq. Aha, 28-ci səhifədə deyir, -8 yazıb təsdiqləsək. Neçə nömrəli səhifəyə keçid edərik? -8 yazsaq,
Bir dəqiqə. Hə? 23 olacaq deməli. Hə, ISO 23. 23. Niyə? Çünki mən -8 yazsam 20-yə gedəcək. Düzdürmü? Bu da olacaq 23-cü səhifə. Cavab olacaq Y variantı. Tamam, çox sağ ol. Aydındır müəllimə? Bəli, bəli. Əhsən. Çox sağ ol. Xoşdur, buyurun. Müəllim, 64-ə baxaq da. Məsələni başa düşmədim. Məsələ çətin deyil, amma anlamadım məsələ. Baxaq. Ulduz, informasiya, ulduz tələbi ifadəsi ask əlifbasında yazılıb. Hə, ulduz, informasiya, ulduz tələbi ifadəsi ask əlifbasında yazılıb. Verilmiş sözdən sonra ulduz simvolu, daha sonra isə 48 bitlik simvol daxil edilmişdir. Verilmiş sözdən sonra ulduz simvolu, daha sonra isə 48 bitlik simvol daxil edilmişdir. Kursor tələbə sözündən dərhal sonra gətirilməklə kursor tələbə sözündən dərhal sonra gətirməklə 7 dəfə backspace klavişini, 6 dəfə delete klavişini sıxdıqdan sonra alınmış mətin kod rahat müəllimlər. Baxın, yazıram bura. Yazıram informasiya, ulduz, tələbə. Deyir sonra ulduz simvol qoyulur bir də. 48 bitli simvol daxil edilir ASCII-də. ASCII əlifbasının 48 bitli simvolu neçə simvola bərabərdir? 48 böl 8 elir 6. Məsələni anlamadım. Yəni tələb elə bildim ki, olduğu kimi qalır. Yəni Yox. Bax 6 simvolluq bir dənə söz əlavə olur. Məsəl üçün əlif, ba. Güya əlifba söz əlavə olur. Bölücü 8 bitlikdir də. Hə. Ay son. İndi 7 dəfə deyir, kursor tələbə sözündən dərhal sonra gəlir. Bax burada. 7 dəfə backspace. 1, 2, 3, 4, 5, 6, 7. 6 dəfə delete. 1, 2, 3, 4, 5, 6. Deyir, bu sözün Unicode-da həcmini tap. 11, 12, 12 vur 2, 24. Aydındır? Sonra mənimlər, deyin yaz. Müəllim, bu 74 və 75-ci tiplərə baxa bilərsiniz mümkünsə. Niyə baxmıram? Gözün baxın. Hə, müəllimə, bu sual var idi, bayaqçı sual. Ano. Burada nə deyirdik? 18-ci səhifənin nömrəsi 21-dir. Burada da fikir verin, biz bu dəqiqə 25-ci səhifədəyik. Üzr istəyirəm. 11-ci səhifədəyik. Onun nömrəsi neçədir bu dəqiqə? 25. Deməli, ümumi neçədən səhifəmiz var? 22 dənə. İndi görək bizə nə istəyir? Stats bar təsvirdə göstərilmiş hissəyə əsasən sənədin ilk səhifəsinin nömrəsi müəyyən edin. Bax, mən bu dəqiqə 11-ci səhifədəyəm. Onun nömrəsi 25-dir. Bax, 11-in nömrəsi neçədir? 25. Deməli, aradakı məsafə neçədir? 14. Deməli, bunun elə ilk səhifəsinin nömrəsi neçə imiş? Elə 14 imiş. 14 imiş. Aydındır? Yox, üzr istəyirəm. Mən yerini dəyişik yazdım. Hə, baxın, birinci səhifə 14 imiş, 11-ci səhifə 25 olub. Anladım müəllim. Aydındır? Bəli. 75-də deyir ki, 19-cu səhifənin nömrəsini tap. İndi deməli, bu 31 səhifəlikdir, 7-ci səhifənin nömrəsi 12-dir. Bax, 11-dirsə, baxın, neçəni sual verirsiniz? 75? 75 deməli. Hə, baxın, 11-ci səhifədə 25-dirsə, bizə neçəni istəyir? Burada kitabda dəyişiklik var, üzr istəyirəm. Hə, tamam, mən görmürəm o şəkili, düzdür. Bəli, page 12 yazılıb, birinci. Daha sonra page 7, 31 yazılıb. İndi də 7-ci səhifə 12 nömrəli də, belə deyək. Bəli. 31 səhifəlik sənədin 7-ci səhifəsinin nömrəsi 12-dir, 19-u soruşur. Şurada onu artıq o sözləri versən var ki orada. Yəni 12-dən 7-ci səhifə 12-dirsə, deməli 5-dir məsafə. Şu. Aydındır? İmtihanı apara bilmədim, ona görə çaşdım. İndi başa düşdünüz? 31-dən 5-i çıxacaq, düzdür. 31-ci səhifəni soruşur. 19-cu səhifəni soruşur. Yox, bir dəqiq. Sizə 7-ci səhifədədir, nömrəsi 12-dir. Belə deyim də müəllim, siz mümkündürsə orada qeyd edəsiniz. O birinci page 25 yazılı var, orada 12-dir. Aha.
O birisi page 7'dir, Aha. 22-də 31-dir. Aha. Nə yazıb şərtində? Deyir ki, 19-cu səhifənin nömrəsini müəyyən edin. Şurada müəllimə, baxın 7-ci səhifə 12-dirsə, 19-cu səhifəni istəyir. Bəli. 7-dən 12-yə məsafə nə qədərdir? 5 dənə. 19 plus 5 24 olacaq. 19-cu səhifə. Yəni 7-ci səhifənin nömrəsi 12-dirsə, arada 5 var da, 5 fərq var. Deməli 19-cu səhifənin nömrəsi 24 olacaq. İndi başa düşdüm müəllim. Bəli. Çox sağ olun, Allah köməkiniz olsun. Cümləmizdən. Sonra yenə 3 nəfər dərsdən qaçıb, kimlərdirsə. Başqa qaldı müəllimlər. 86-cı suala qədər. Son suallar. Səsi çıxmayan müəllimlər var. Bilirəm ki, yazmırsınız testləri. Bəlkə yazmırsınız, səhviniz yoxdur, onu deyəmərəm. Təkər olsun. Başqa qalmadı müəllimlər. 7.2 vermişdim, yoxsa yox? Xeyr, onu da vermişdiniz müəllim, düzdür. Onu vermişdiniz müəllim. Tamam, səhviniz varsa deyin. Ona baxmaq yadımdan çıxıb, yadıma düşdü, şuradan baxa bilməmişəm. Testlər eləməmişsiniz? 7.2-ni eləməmişəm, indi yadıma düşdü verdiyiniz. Tamam, ev yoxdur. Evə onda 7.2-ni götürün təzdən. Kimlər yazmışsa yazsın. Müəllimlər, biz sizlə yadıma gəlir ki, təkrar başlamışdıq, düzdür? Bəli, müəllim, axırıncı dəfə alqoritmlərdə qaldıq bizlə. Alqoritmdə test vermişdim evə? İlk mövzunu. Hansı testlər vermişdim sizə alqoritmlə? Bir dəqiqə baxın. Həmçiləri vermişdiniz müəllim, tək. Yox, bir dənə qrupa baxın mən. Yazmışdım qrupa məncə. Bir dəqiqə, deyəcəm indi. Burada yazmışam. Yox, say sistemlərdir bu. Say sistemlərini işlədik, yadındadır. Görüm, alqoritm yazmışam. Ediz göndərəcəm müəllim, dəqiq göndərməmişsiniz. Baxın bir dənə. Bəlkə digər qrupa yazmışam. Dəqiqə baxın. Dəqiq hansı test olduğunu göndərməmişsiniz. Ediz yazıldımı? Deyirəm, birdən müzakirə qrupunu yazmış olaraq. Tamam, onda ev yoxdur. Bu dəfə verirəm, elə qrupa yazıram. Deyim, nəyi verəcəm. Gözün alqoritm açım. Aha. Yox, bu alqoritm deyil. Alqoritm 10-cu mövzuydu. Deməli, yazıram evə. Evə. Alqoritm təkrar. Kodera. Deməli, götürürük. 10.1, 10.2 bunlar su içmək suallardır. Bunlar biləm ki, eləyəsiniz. Asan suallardır. 10.1, 10.2 nəzəri suallar. Sonra Kodera alqoritm 10.3 10.3-də 29-dan sualdır. Bunlar hamısı balcı suallardır. Yaxşı, yazıram bura 10.3 10.4 10.5 Deməli, 10.3 bölümündə yeni mövzunda işləyəndə biraz çox çətin olur, vaxt eləmək olur. Yaxşı, narahat olmayın. Rəqəmli testlər. Yəni, düşünün ki, arasından cəmi 10 dənə sual düşəcək. 10.4-dən cüt rəqəmli testlər, 10.5-dən tək rəqəmli testlər. Hə, 10.3-də tək rəqəmli testlər. Baxın, 10.3-də 29-dan sual, cəmi 15-dən sual işləyəsiniz. 10.4-də 35-dən sual, təxmini 16-17-dən sual işləyəsiniz. Elədi 15, 16, 17, 30 dənə. 10.5-də 45-dən sual, 20 dənə bu, 55 dənə su. Yəni 55 dənə test eləməyəsiniz indi alqoritmlə. Zato alqoritm bütün hamısını təkrar edəcəksiniz bu qədər testlə. Aydındır müəllimlər?
Üzr istəyirəm, bir də olan bir şey soruşum. Bu təkrar qrupunuz var. Hə. Onu qoşulmaq lazımdır, yoxsa belə hər dəfə link atacaqsınız? Qrupa problem deyil. Şey eləyərik. Arzu xanıma deyərəm, əlavə eləyərsiz. Ya kim istəsə mənə yazsın qıraqdan. Bilmirəm, mesaj yazırsınız, bəzən görmürəm mesajı. O qədər çox mesaj olur ki, eləyə bilmirəm, baxa bilmirəm. Tak. Nə eləmək olar? Prosta istəmirəm də, bəzi müəllimlər olur ki, elə hər qrupa qoşulmaq istəyir. Yalandan qrupa girir, amma dərsə də qoşulmur. Elə də olmaq istəmirəm, çünki digər müəllimlər istəmirəm narazı qalsınlar ki, qrupda çox adam var. Yəni kim qoşulacaqsa həqiqətən Tamam, kim həqiqətən qoşulacaqsa mənə WhatsApp-da yazsın, linkini göndərim. Həmin qrupun linkini üstünə vurun, qoşulun. Daha bir də hər dəfə link atmayın qrupa. Yaxşı, çox sağ olun. Xoşdur, buyurun. Nəsə sualınız varsa müəllimlər, buyurun, yoxdursa yekunlaşdıraq. Evə də. Word-ü zaten elədik. Kimlərin mənfisi qalmışsa Word-ü tamamlasın. Excel-in videosunu göndərəcəm. Excel dərsi, amma dərsin izahını verəcəm gələn dərs yenə də. Bunu göndərəcəm baxmağa. Belə müəllimlər, keçəniz xeyrə qalsın. İnşallah gələn dərs görüşərik. Sağ olun.